Bəlkə də bu sizin qızınızdır. Bu isə sizin oğlunuz ola bilər. Bunlar da sizin bacı və qardaşlarınız. Sizin yay boyu ətrafa atdığınız tullantıları indi onlar təmizləyir. Müasir Azərbaycan gəncliyi. Buradakı hər bir mağın ən böyük arzusu ətraf mühitimizi, xüsusən də çimərliklərimizi təmiz görməkdir. Məhz bu arzunun reallaşması üçün səfərbər olublar. Amma bu tək onların yox, hər kəsin borcudur, xüsusən də gənclərin. Ayda İctimai Birliyinin təşəbbüsü ilə çimərliklərin təmizlənməsi üçün iməcli aksiyalar təşkil olunub. Bu dəfə ünvan ən çox məişət tullantılarına məruz qalan Buzovna çimərliyi oldu. Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti də çimərliklərin tullantılardan təmizlənməsinə dəstək olub. Aksiyada ətrafını təmiz görmək istəyən onlarla gənc iştirak edib. Məqsədimiz burada təmizliyə, insanlara riayət etməyə yönəltməkdir. Bu qədər zibilliyin olmasının səbəbi insanların özlərinin günahıdır. Yəni gələrkən atmasalar, zibilləri özlərinə götürsə, ya zibil qutularını atsalar, bu qədər əziyyətə ehtiyac olmaz. Gənclər qədər yeniyetmələrdə yayda ailələrinin və doğmalarının dincələcəyi məkanların təmizlənməsinə maraqlıdırlar. Mən bura gəlməkdən məqsədim odur ki, çimərliyimizi təmiz saxlamaq, flora faunamızı təmiz saxlamaq. Çimərliyə gələn insanlar buranı çirkləndirməsinlər. Çünki öz sağlığımız üçün də hər şey ekologiya məhv ola bilər. Çimərliləri təmiz saxlayaq ki, insanlar burada istirahət eləməyə gələndə rahat istirahət eləsinlər. Aksiya zamanı iştirakçılar gigiyenik qaydalara əməl edərək tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidlədilər. Hər il daha çox gənc ətraf mühitin təmizlənməsinə səfərbər olur. Şəhərlərin, çimərliklərin, yolların təmizlənməsinə iştirak edirlər. Onları bir araya toplayan isə Aydiyə və Təmiz şəhəridir. Belə bir aksiyanın keçiriləcəyi elan olmuş internet vasitəsilə ki, könüllü şəxslər kim istəsə qoşula bilər bizə. Ona görə idea təşkilatının e-mailinə bir neçə şəxs, onlarla şəxs müraciət edərək bu aksiyaya könüllü formada qoşulmaq istədiyini bildirmişdi. Ona görə bugün 100-dən çox gənc bugün burada iştirak edir. Tullantıları ətrafınıza atmaq istərkən əl saxlayın və bu görüntüləri bir daha göz önünüzə gətirin. Sizin atdığınız tullantıları təmizləyən gənclər anlayırlar ki, şəhər evin böyük modelidir. Şəhərə diqqət elə evdən başlayır. Evimizə göstərdiyimiz sevgini və qayğınısa mütləq şəhərimizə də göstərməliyik. Ətraf mühitin təmizliyinin keşiyinə bugündən sən də qoşul.